Referans yüksək texnologiyalara, avadanlıqlara investisiya eləyib, bir sistem qurub, effektiv bir sistem. Bəs vətəndaşlarımız gündəlik həyatlarında bunu necə hiss edirlər? Yəni bir fərq varmı? Referans medikal qrupa müraciət edən pasientlərimiz demək olar ki, hər gün gündəlik həyatlarında bunu hiss etməkdədir. Bizə müraciət edən vətəndaşlar adətən bunları sürət, dəqiqlik və rahatlıq formasında hiss edirlər. Bugün istifadə etdiyimiz texnologiyalar təbii ki, insanların bu söylədiyim proseslərə daha da sürətli əlçatanlığı təmin etmək üçündür. Bugün bu texnologiyadan biz istifadə edərək insanlara bir neçə günə veriləcək cavablar bir neçə saat ərzində verilməsini təmin edirik. Eyni zamanda referansda mövcud texnologiyaların sayəsində bugün müasir tibbdə baş verən bütün hadisələri, insan orqanizmində baş verən hadisələrin tətbiqini göstərə bilirik. Mərkəzlərdə artıq süni intellekt əsaslı tətbiqlər fəaliyyətə başlayıb. İnsanların xronoloji yaşlarıyla eyni zamanda bioloji yaşlarını təyin etmək mümkün olur. Bizdə hal-hazırda süni intellektlə əsaslı kapsul endoskopiya sistemlərinin olması bizim bu texnoloji həllərdən biridir. Uzaqdan idarə olunan reanimasiya sistemimizin tətbiqi bu texnoloji həllərimizdən biridir. Yəni hesab edirəm ki, bugün müasir tibbdə baş verən bütün yenilikləri referans öncəliklə Azərbaycana gətirə bilir.